Salam əziz şagirdlər. Gəlin belə maraqlı bir sualın həllinə baxaq. Sualda bizdən soruşur ki, ABC üçbucağında BM 13, SM 27 və SABS 200 sm² olsa, SAMB-ni tapın. Biz ilk öncə buradakı məsafələri qeyd etməliyik. Deməli BM bizdə 13, SM bizdə 27-dir. Və biz üçbucağın sahə düsturlarını bilməliyik. Burada istifadə edəcəyimiz sahə düsturu S üçbucaq bərabərdir. Burada bizim istifadə edəcəyimiz düstur AH bölünsün 2 düsturu olmalıdır. Və buradan bizə bir xətt verilib, amma bunun heç bir əhəmiyyəti yoxdur. Biz buradan özümüz bir hündürlük endirməliyik və bu 90 dərəcə olmalıdır. Yəni perpendikulyar olmalıdır aşağıya BS-yə, BS parçasına. Və indi biz bunu həll edə bilərik artıq. Bu hündürlüyü endirəndən sonra biz bilirik ki, BM və SM-in cəmi 40-a bərabərdir. 40 vurulsun x bölünsün 2 bərabərdir 200. 40x bərabərdir 400. X bərabərdir 10. Deməli biz bu hündürlüyün 10 olduğunu tapdıq və onsuz da biz BM-in bizdən AMB-nin sahəsini soruşur. BM-in də 13 olduğu verilmişdi. 13 vurulsun 10 bölünsün 2 bərabərdir 65. Deməli SAMB bərabərdir 65. Sağ olun.